Salam, hər vaxtınız xeyir, əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video isə 5-ci bölümü üzrə monitoring imtahanının elə bir ki, davamı olacaq. A variantından mətnlərlə və tapşırıqlarla başlayaq. Birinci hissəni yükləmişəm, artıq yəqin ki, tanış olmusunuz. İndi isə ikinci hissə, yəni A, B, C variantları ilə sizləri tanış eləmişəm. İndi isə A variantı olan ümumi mətnlər və tapşırıqlarla, yəni riyazi tapşırıqlarla sizləri tanış edəcəm. Uşaqlar, izaha keçməmişdən öncə onu qeyd edim ki, ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə 050 500 47 42 nömrəsi ilə əlaqə saxlayıb ödənişli dərslərimizə qoşula bilərsiniz. Başlayaq ilk mətndən, bədii mətndir. Nadinc şagirdlər. Yaqubla Fariz sinif otağında top oynayırdılar. Mən dərslərimə çox yaxşı hazırlaşıram. Sinif yoldaşları bunun doğru olmadığını desələr də, onlar heç kəsi dinləmədilər. Qəfildən top pəncərəyə dəydi və şüşəni sındırdı. Yaqubla Fariz çox məyus oldular. Biraz sonra müəllif sinifə daxil oldu. Baş vermiş hadisəni gördükdə, Yaqubla Farizə izah etdi ki, sinif otağında oynamaq, qaçmaq, otağı tozlandırmaq olmaz. Çünki bu həm sağlamlığımıza ziyandır, həm də davranış qaydalarına ziddir. Məktəb bizim ikinci evimiz olduğu üçün davranış qaydalarına əməl etməliyik. Uşaqlar günahlarını boyunlarına alıb üzr istədilər. Üzr istəyirəm. Baxaq ilk sualdan. İlk sualda bizə deyir ki, mətnə əsasən fikirlərdən biri doğrudur. Müəllim uşaqları səfər hərəkətinə görə möhkəm danladı. Xeyr, sadəcə müəllim uşaqları başa saldı. Yaqubla Fariz yaxın dost idilər. Xeyr, sadəcə Yaqubla Fariz sinif otağında top oynayırdılar. Yaqub və Fariz sinif yoldaşlarının sözünə qulaq asıb top oynamadılar. Xeyr, top oynamağa davam etdilər və şüşə də qırıldı. Yaqub və Fariz səhvlərini anlayıb üzr istədilər. Bəli, doğru fikir D variantında bizə verilmişdir. İkinci suala baxırıq. Mətndə fərqləndirilmiş ifadənin mənası nədir? Fərqləndirilmiş ifadə boyunlarına almaq, yəni boynuna almaq sözüdür. Bunun da belə deyək, mənası etiraf etməkdir. Yəni A variantı olmuş olacaq. Üçdə bizə deyir ki, mətndə hansı epizoda rast gəlinmir? Yəni hansı belə deyək, hissə yoxdur. Uşaqların üzrxahlıq etməsinə, bəli, buna rast gəlinir. Baxın uşaqlar günahlarını boyunlarına alıb üzr istədilər. Ona görə də üzrxahlıq etməsi var. Yəni rast gəlinir. Farizi günahı öz boynundan atmasına xeyr, Fariz də, Yaqub da səhvlərini boyunlarına aldılar. Ona görə də B variantına rast gəlinir. Uşaqların sinifdə nadinclik etməsini rast gəlirik. Həmin epizodu var. Top oynayırdılar. Daha sonra pəncərəyə dəydi, şüşə qırıldı. Müəllimin uşaqlara tövsiyəsinə, bəli, müəllim uşaqlara tövsiyə verirdi. Yəni, başa saldı ki, etmək olmaz. Sinif otağını həm tozlandırırıq, həm sinif otağımızı tozlandırdığımıza görə sağlamlığımıza ziyandır, həm də belə deyək, davranış qaydalarına ziddir. Ona görə də B variantı düzgün cavabımızdır. Dördüncü tapşırığa baxırıq. Mətnlə bağlı ardıcıllıq hansı bəddə düzgün verilmişdir? Müəllimin sinifə daxil olması, sinif otağının pəncərəsinin sınması, Yaqubla Farizin sinifdə top oynaması, müəllimin uşaqlara sinifdə davranış qaydalarını izah etməsi. Biz bilirik ki, ilk öncə Yaqubla Fariz sinifdə top oynayırdılar. Yəni 3-dən başlayırıqsa uşaqlar, avtomatik olaraq C və D variantlarımız gedir. Daha sonra baxırıq, görürük burada daha sonra hansı sinif otağının pəncərəsinin sınması olur. 2 də olduğuna görə A variantı gedir. Olacaq B variantı. 5-də isə bizə deyir, mətnə əsasən Yaqub və Fariz obrazlarının xarakterini müəyyən edir. Təbii ki də nadinc uşaqlardır. Əlaçı, bəlkə də əlaçıdırlar. Yəni dərslərində də çox güclüdürlər, amma biz mətndə bunu bizə vermədiyinə görə biz bunu deyə bilmərik. Nümunəvi deyirlər, çünki çox nadinc uşaqlardır. Nizam-intizamlı da deyirlər, çünki davranış qaydalarına zid hərəkət edirlər, amma nadinc deyirlər, bəli. Nömrələnmiş hansı cümlə mətninə uyğun gəlmir? Uşaqlar elə 2 dəfə oxuduğuma görə olacaq. Dərslərimə çox yaxşı hazırlaşım. Ola bilər, hər kəs dərslərinə yaxşı hazırlaşın, amma bizim mətndə heç bir əlaqəsi olmadığına görə olacaq birinci cümlə A variantı. Keçid edək digər mətnə. Digər mətnimiz isə
çobanaldadan quşudur. Baxırıq, çobanaldadanlar bayquşlardan sonra gecə həyat tərzi keçirən yeganə quş dəstəsidir. Onların uçuşu səssiz və manevrlidir. Ayaqları zəif və qısa olduğuna görə quruda çox pis hərəkət edirlər. Onlar ancaq gecələr meşə üzərində uçur, elə göydəcə müxtəlif növ meyvələri qopararaq qidalanırlar. Yemi tapmaq üçün isə onlara çox yaxşı inkişaf etmiş görmə və iyi bilmə qabiliyyətləri kömək edir. Çobanaldadanlar günlərini mağarada keçirib, orada da yuva salırlar. Onlar alaqaranlıqda ov edir, gündüzlər isə yerdə və ya ağac budağında gizlənirlər. Bu quşların rəngi ağac oyuğuna o qədər bənzəyir ki, gündüz hərəkətsiz dayandıqda görünməz olurlar. Havanın temperaturu kəskin aşağı düşdükdə bu quşlarda qısa müddətli donma baş verir. Donma vəziyyəti adətən 85 günə qədər davam edir. Baxırıq 7-ci sualda. Yəni bu mətnin ilk sualına. Mətnə əsasən məlumatlardan hansı səhvdir? Yəni səhv məlumatdır. Mətnə əsasən səhv məlumatdır. Baxırıq, görürük. Çobanaldadanların yalnız iyi bilmə qabiliyyəti yaxşı inkişaf etmişdir. Xeyr, yalnız iyi bilmə deyildi. Orada bir neçə iyi bilmə qabiliyyətləri görmə də həm görmə, həm də iyi bilmə qabiliyyətləri yaxşıdır bunların. Ona görə elə səhv məlumat yalnız dediyinə görə A variantı olmuş olacaq, digərləri isə düzdür. 8-də bir mətnin yarımbaşlığı ola bilər. Baxırıq, görürük. Quşların ov mövsümü ola bilməz. Çobanaldadanların yem tapma qabiliyyəti, bəli, bu haqda bizə məlumat verilmişdi. Ona görə də ola bilər, C ola bilməz, D də ola bilməz. Mətndəki fərqləndirilmiş sözün əks mənalı qarşılığını müəyyən edin. Baxaq görək, zəif sözündən söhbət gedirsə, təbii ki də yaxın mənalı, baxaq, qarşılığını müəyyən edin. Sözün əks mənalı. Əks mənalısını istəyir. Ona görə də olacaq zəif, güclü. Daha sonra baxırıq 10-cu tapşırığa. 10-cu tapşırıqda mətn hansı sualın cavabıdır? Dünyada nə qədər çobanaldadan quşu var? Ümumiyyətlə, bu haqda bizə məlumat verilmir. Çobanaldadanlar neçə il yaşayır? Məlumatımız yoxdur. Gecə həyat tərzi keçirən quşlar hansılardır? Bizim mətnlə əlaqəsi yoxdur. Çobanaldadanların həyat tərzi necədir? Bəli. Cavabımız olacaq D variantı. 11-də isə mətnə əsasən tamamlayın. Havalar kəskin soyuduqda biz bilirik ki, bunlar donur. Həm də donma vəziyyətləri 85 günə qədər davam edir. Baxaq, burada bizə verilib, çobanaldadanlarda qısa müddətli donma baş verir. Bu da B variantında bizə verilmişdir. 12-də isə mətnə əsasən biri faktdır. Yəni, həqiqətən faktdır. Var münasibəti bilirik ki, kimlərinsə fikri, amma fakt, yəni mətndə olan hansısa bir məlumat. Bu da bizə verilib, çobanaldadanların qışda donma vəziyyəti 85 günə qədər davam edir. D variantında bizə verilmişdir. Uşaqlar, keçək indi A variantının riyaziyyat hissəsinə. B variantı ilə də sizi digər, belə deyək, videoda tanış edəcəm. Amma hissə tanış edirəm ki, həm yorulmayasınız, həm də nəsə öyrənə biləsiniz. Baxırıq ilk sualdan, yəni 13-cü suala. Hansı məchul daha kiçikdir? Deməli, uşaqlar, burada azalan tapmaq üçün fərqin üzərinə çıxılanı gəlib tapacaqsınız. Toplananı tapmaq üçün cəmlə digər toplananı çıxacaqsınız. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxacaqsınız. Yenə də toplananı tapmaq üçün cəmlə digər toplananı çıxacaqsınız və burada alacaqsınız. Ən kiçiyi olacaq D variantı. Uyğunluğu müəyyən edin. İlk öncə tapaq. 7 dəfə 9, 63. 63-ün üstünə 17 gələndə eli 80. 80, yəni 1C. 1C olan olarsa A getdi, B getdi. Daha sonra 15-dən 7 çıxanda 8, 72-ni 8-ə böləndə eləyəcək 9, 2A. 2A olduğuna görə uşaqlar avtomatik C-də gedir, olacaq D variantı. 15-də də boş xanalara yazılacaq ədədlərin cəmini tapın. 32 üstə gəl 25. Deməli, 32-nin üstünə 25 gələndə eləyəcək 57. Daha sonra 45 üstə 25 eləyəcək 70. Bu da eləyəcək təbii ki də 15-də deməli 7, 127 C variantı. 16-da bizə təsvirə uyğun dəyişəndi ifadə istəyir bizdən.
Burada olacaq C variantında 4 dənə A-dır. 4 vurulsun A, üstəgəl bir dənə 9-umuz var. Bu da C variantında bizə verilmişdir. 17-də deyir ki, verilən tənlikdə məhsulu hansı ifadə ilə tapmaq olar? Təbii ki də böləni tapmaq üçün bölünəni qismətə bölürük. Yəni D variantı ilə tapmaq olar. Keçirik 18-ə. 18-də deyir ki, bizə Sənan hər gün 2 manat pul xərcləyir. O neçə gündə 6 manat pul xərcləyər. Təbii ki də burada olacaq. Bunu ifadə edə bilərik ki, 6-nı 2-yə bölürük. 3 manat pul xərcləyər. 19-a baxırıq. 19-da x üstəgəl 45 bərabərli 126 tənliyində x-in ifadə etdiyi ədədi 9 dəfə azalsaq neçə alınar? Deməli, ilk öncə 126-dan çıxırıq 45-i. Aha, bu da eləyəcək 81. 81-i 9 dəfə azaltmaq deyəndə, yəni 9-a bölmək deməkdir. Təbii ki də 9 alınacaq. 20-də deyir, hansı ifadənin hesablanmasında çıxma əməlindən başlamaq lazımdır. Təbii ki də mötərizə varsa, ilk öncə mötərizədə də çıxma varsa, C variantı olmuş olacaq. Yəni bu əməllər ardıcıllığını və dəyişən olan ifadələri eyni zamanda tənlikdə kanalda izah eləmişəm. Keçid edib baxa bilərsiniz. Əgər çətinliyiniz varsa, bu arada kanala abunə olmağı, videonu dostlarınızla bölüşməyi və videoları bəyənməyi unutmayın. 21-ə baxırıq. Hansı tənlikdə məhsul 5 onluqdan böyükdür, yəni 50-dən böyükdür? Baxırıq, burada görürük ki, baxırıq, deməli, bu eləyəcək 9, deməli, bu da eləməyəcək 31, bəli. Baxırıq, görürük 8, deməli toplayırıqsa 2, bəli. Deməli C variantında olacaq 5 onluqdan, yəni 50-dən böyük. Baxırıq digərinə. Digərində 22-də deyir, həyətdə n sayda motosiklet, bundan 2 dəfə çox maşın var. İfadələrdən hansı maşınların sayını göstərir? Təbii ki də 2 vurulsun n, yəni A variantında bizə verilib. 23-də deyir, A üstəgəl A 16 olarsa, B üstəgəl B 20 olarsa, verilən ifadənin qiymətini tapın. Uşaqlar, hansı ədədin 2 qatı 16 edir? Təbii ki də 8. Deməli, A 8-dir. A 8-dir. B isə hansı ədədin 2 qatı 20 edir? Təbii ki də 10-un. Deməli, ilk öncə 40, 5 dəfə 8, 40, 7 dəfə 10, 70. 40 üstə 70 edir, 110 C variantı. Məsələyə uyğun tənlik hansıdır? 24-ü yaxşı görün. Aha. Deməli, 54 karandaş, deməli, 54 karandaşı neçə uşaq arasında bərabər bölsək, neçə uşaqdır bilmirik. Hər uşağa 9 karandaş düşər. Bu ifadə, deməli, əlifba A variantında elə hazır var imiş. Bu formada olmuş olacaq. Uşaqlar, B variantını da növbəti izahda sizlərə təqdim etməyə çalışacağım. İndi isə bugünlük bu qədər. Hələlik.